ritmi hisset. Star Magazin, gündem bizde. Şov alemi burada canlanır. Her haber sende kalır. Axşamınız xeyir olsun değerli Star Magazin izləyiciləri. Həftə ərzində show biznesdə baş verən ən son və ən maraqlı hadisələri bizdən öyrənmək istəyirsinizsə, ekrana daha yaxın əyləşin. Gəlin birlikdə baxaq görə bu həftə yerli show biznesdə nələr baş verdi. Salam əziz və dəyərli Star Magazin izləyiciləri. Bugün mənim yanımda mənim üçün çox dəyərli olan əvəzolunmaz sənətkarımız, Azərbaycan Respublikasının xalq artisti, prezident təqaüdçüsü, Azərbaycan televiziyasının həm aparıcısı, həm aktrisası Həmidə xanım Ömərova. Xoş gördük Həmidə xanım. Xoş günün olsun Rəvan. Necəsiz? Çox gözəl, bu cür gözəl, səfalı yerdə, gözəl təbiətin qoynunda, istedadlı insanların əhatəsində əlbəttə gözümü çox yaxşı hiss edirəm. Çiçekli yazan ben, nazımı çekebilirler. Baştan başa nazım ben, nazım ben, nazım ben, nazım ben. Zümrüt, atan aşağıda gözləyir səni. Atam? Hə. Ne oldu hayata, xeyir ola? Heç kızım boş şeydir, bir balaca qanqaralıqdır. Mamaya bir şey olur. Yoallı eləməsin kızım, mamaya ne olacak? Prosta Şəmsi dayın can verir. Kim? Şəmsi dayını deyirəm də, yazıq ölür. Elə bugün sabahlıqdır. Kim deyir o? Gedik. Sen mənə inan, mən bilirəm nə deyirəm. Gecişə bilərik, sonrası yaxşı düşməz. Axı necə gedib xalatda ayaqda? Mama papalatlar qoyub səni, tez elə, tez tez. İşten icazə Şeyi almalıyım. almışam, mən icazə almışam, tez elə. Tez görün. Həmidə xanım, belə bir sualım var sizə. Bilirsiniz ki, gənc nəsil yetişməkdədir. Həm aparıcı kimi, həm aktyor, aktrisa kimi. Bax, onlara hansı tövsiyələr verə bilərsiniz bir sənətkar kimi? Vaxtilə sizə də bu məsləhətlər verilib, sizə də dəstəklər olunub. İstəyərdim ki, bu hal-hazırda gənc aparıcılarla bağlı bir təəssüratlarınızı bölüşəsiniz. Məsələn, hansı məqamlarda onlar səhvlərə yol verirlər, hansı məqamlarda, belə deyim, düzgün addım atırlar? Bax, bütün bunlara aydınlıq gətirək. Rəvan, məqamları deməyəcəyəm, çünki əsas müəllimin dəstxətini qoruyub saxlamaqdır. Bax, sən özün Gülyaz xanımın tələbəsi olmusan. Sən onun dəstxətini qoruyub saxlamısan, onun tövsiyələrini əməl eləyirsən və ətrafında da saf, təmiz, həqiqətən də istedadlı olan uşaqları, gəncləri toplamağa çalışırsan və buna da şükürlər olsun ki, nail olmusan. Çünki neçə dəfə mən neçə verilişə baxmışam, hər dəfə də heyran olmuşam ki, bu verilişlər necə yüksək səviyyədə keçir. Əsl sənətkarlıq nöqteyi nəzərindən və həm də burada həmin bu verilişlərə baxan çox sayılı, çox milyonlu tamaşaçılar da görürlər ki, əsl istedad nə deməkdir? Əsl istedad o demək deyil ki, sən zahirini göstərəsən, paltarlarını giyindirəsən, nümayiş elətdirəsən və yaxud da hər hansı bir hərəkət eləyəsən ki, o hərəkətlə ya tamaşaçını qıcıqlandırasan və bununla da diqqəti cəlb eləyəsən. Əsl istedad odur ki, sən onu yaradasan, qəlbinlə oxuyasan, içindən oxuyasan, ürəkdən oxuyasan, tamaşaçılarla özün arasında bir əlaqə yaradasan. Naməlum o bağlar ki, o bağlar səni qaldırır onların gözlərində, onlar səni ucaldır. Və bu nöqteyi nəzərdən əlbəttə ki, gənc ifaçılar, daha doğrusu gənc aparıcılar nə qədər səmimi olsalar, nə qədər deyim sizə sadə olsalar, sadəlik mən hesab edirəm ki, ən böyük gözəllikdir, ən böyük müdriklikdir və öz ətrafında da necə özləri kimi istedadlı şəxsləri toplasalar, bir sözlə mən sənin təcrübəvi danışdım. Onda tamaşaçıların da sayı çox olacaq, çünki tamaşaçılar məhz belə verilişlərə canla başla baxırlar. O istedadları, bax məsələn biz bu günləri və yaxud o gün sənin son
6-cı mövsümün finalçılarını elan elədin. Məryəm qızımızla onun istedadı ilə tanış oluruq. Onun anası da gözəl oxuyur. Balası da mən belə bu istedadlı ailəyə heyran oldum. O uşağın səmimiyyətinə. Təbii ki, uşaqların çoxu səmimidirlər. Amma onları yetişdirmək lazımdır. Yəni bu səviyyəni göstərmək üçün onlara düzgün tərbiyə vermək lazımdır və əhsən deyirəm çünki çox fəxr eləyirəm ki, Azərbaycanda belə ailələr, istedadlı ailələr, istedadlı uşaqlar yetişdirən ailələr çoxdur və sənin kimi aparıcıların timsalında həqiqətən də fəxr eləyirik ki, Azərbaycan gənclərimiz, daha doğrusu Azərbaycanın gələcək taleyi lazımi əllərdədir. Çox təşəkkür edirəm. Sizin kimi sənətkardan, peşəkardan bu cür sözlər eşitmək mənim üçün həqiqətən qürur vericidir. Minnətdaram sizə. Nə yaxşı ki, bütün bunlara aydınlıq gətirdiniz. İnanıram ki, bizi izləyən gənc nəsil də bundan bir ibrət götürəcək. Sağ olun. Sağ olun. Bəs o səs nə idi? Heç, bu idi düşmüşdü yerə. Yəqin bunu müqavvanın cebinə Murad qoyub. Oradan sürüşüb yerə düşəndə başlayıb qaqqıldamağa. Deyirsən, düşün. Öz-özünə. Heç inana bilmirəm. Mən də inana bilmirəm. Bir şey var ki, möcüzə də ola bilməz. Çox qəribədir. Onsuz da ürəyim yetişmiş armudun saplağı kimi qırıla bilər. Tələsmə gözlə. Daimanın ne işat xəbər oldu. Elə rəhmətli atam da belə gözləmələrin ucbatından subay öldü də. Şırbala. Ay can. Hicran uzun olsa, visal şirin olar. Ölmürəm o visalçı. Ölmürəm o visalçı. Nazlı tez elə, ürəyim darıxır axı. Bilirsən, anamın iş yerindən bizə 2 otaqlı təzə mənzil verir. Anam deyir ki... Ne deyir bu ceyranı böyütmüş o can ciğer ana? Anam deyir ki, mən köçərəm qardaşım gilə, siz də köçərsiz bizə. Necədir? Niyə danışmırsan? Nerede? İstəmirsən? Böyle istəyirəm Nazlı'ya. Biraz yaxşı çıxmır. Niyə? Eşsiz elə ev alası, ora köçəsi, toyumuz olası. Hazır evimiz var köçəyə oturan Nazlı'da. Nə danışırsan? Order bizim əlimizdədir. Onda neyi gözləyirik? Köçək də. Xeyr, Şirbala. Əvvəl mən anamla gedəcəyik ora. Evi səhmana salacağıq. Sonra da səninlə Zaksa gedib. Keçəcəyik də evimizə. Ben öyle söz demem, Nazlı yüreğim patlayabilir. Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Bugün bizim yanımızda dəyərli sənətkarımız Azərbaycan Respublikasının xalq artisti, prezident təqaüdçüsü Nübar Novruzovadır. Xoş gördük dəyərli sənətkarımız. Necəsiz? Sağ olunuz, təşəkkür edirəm sizə. Təşəkkür edirəm belə bir gözəl tədbirə görə. Bu gəncləri belə sevindirdiyinizə görə. Bu balaca qızımızı, balaca oğlumuzu qələbəsini alqışlayırıq bir daha. Belə bir layihəvəzə görə sizə təşəkkür edirəm və təşəkkür edirəm ki, bizim bu yol yoldaşımız olduğumuz Leylinin anası necə gözəl insanlardır. Bir yol yoldaşı olduq, gəldik. Bütün bunlara görə bu gözəl təbiəti seyr eləyirik. Bütün bunlara görə sizə bir daha təşəkkürümü bildirirəm. Bilirsən, sənin çətirinə nifrət eləyirəm. Çətirsiz gəlsəydim, İslanardın, çək çətirini başımdan. dəli olma. Gəl o artırmanın altına gedək. Neyinirsən? Yağış altında ayaq gəlin gəzməkdən ötürü ürəyim gedir. Yaxşı. Heç yağış altında ayaq gəlin gəzmirsən. Xeyr, hələ ağlım başımdadır.
Nübar xanım, istərdim ki, bir sənətkar kimi hal-hazırda bilirsiniz ki, gənc aktyor və aktrisalar yetişir. Bir sənətkar kimi, bir peşəkar kimi, bir pedaqoq kimi onlar haqqında fikirlərinizi bildirməyinizi istəyərdim. Bax, məsələn, bir çox gənc aktyor, aktrisalar hansısa bir filmə və ya seriala çəkilib məşhurlaşan kimi sənətkarlara belə deyim, hörmətsiz yanaşırlar. Bax, bu bəzi gənc aktyor və aktrisaların bu cür davranışına fikirləriniz, reaksiyanız necə olar? Düzünü bilmək istəyirsiniz, səmimi qəlbdən deyirəm. Mən buna rast gəlməmişəm. Doğrusu gənclər arasında mən rast gəlməmişəm. Mənim işlədiyim teatrda bütün gənclər həm istedadlıdır, həm də yüksək səviyyədə mədəniyyətə malikdir. Onlar o qədər məni sevirlər, o qədər yüksək səviyyədə hörmət qoyurlar mənə. Mən inanırsınız ki, özümü çox mutlu sayır, çox xoşbəxt sayıram ki, o gənclər mənə bu dəyər qiyməti verir. Mən onlardan çox razıyam. İndi siz bəlkə kimlərləsə rastlaşmısınız, mən onu deyə bilmərəm, amma mən onlardan çox razıyam. Ümumiyyətlə, bax, neçə illərdir ki, biz sənətkar kimi sizi bütün Azərbaycan xalqı tanıyır və heç vaxt qalmaqalda adınızı eşitməmişik. Ümumiyyətlə, qalmaqala sizi sürükləmək istəyən, qalmaqala çəkən insanlar olubmu? Ümumiyyətlə, mən sizə bir söz deyim, mən belə bir şeylərdən çox uzağam. Mən haradasa bir qaran bir nokta gördüm, qaçıram və efirlərə də getmirəm. Ümumiyyətlə, o yerdə ola bilmərəm. Mənim təbiətimdə o yoxdur. Mən çünki onu bacarmıram. Həqiqətən o qalmaqal mənlikdir, bacarmıram. Onun içində olsam belə məhv olub gedərəm. Ona görə də məndən uzaq. Bəs Nübar xanım, xalqa sizi sevdirən və sizin ən çox sevdiyiniz obraz, canlandırdığınız rol, obraz, hansı obrazınız olub? Hansı film olub? Hansı serial olub? Film deyəndə bildiyiniz kimi mən çox xoşbəxt aktris özümü sayıram ki, demək olar ki, uzun illərdir mən efirdə nə seriallarda varam, nə belə bir şey, düzdür, verişlər var, çağırırlar da, sağ olsunlar, hamısına dərin, böyük hürmətim var, hamısında gözəl-gözəl verişləri var. Sadəcə elə bir imkan, zaman tapa bilmirəm, gedə bilmirəm, ancaq müəyyən həm də səbəblər olduğuna görə getmirəm. Yəqin ki, yavaş-yavaş gedərəm və mən sizə onu deyim ki, bütün şeylər, obrazlar mənim balamdır. Necə ana 9 ay onu bətnində bəstələyir, sonra dünyaya gətirir övladını, onlar da mənim balamdır. Balacasından tutmuş böyüyünə qədər. O ki, qaldı televiziya məkanına, zamanında, o dövrlərdə belə idi ki, sinarini verirlər, obrazı bəyənmədin, oynamırdın. Yəni, sevdiyim bütün rolları oynamışam. Mən Kleopatranı oynamışam, Canlı İlanla. Kleopatra? Əgər mən də qılınc oynadan əskər olsaydım, gücünü bilərdim, sirlərin. Bir dinlə Çariçə. Mən gedirəmsə, Misirdə qoyuram bütün qəlbimi. Bizim İtaliyada hərb qızışmışdır, orada qılınc çəkir qardaş qardaşa. Mesela için orada şəkilçi gözəl rum var. Çox sevdiyim bir film, tamaşa, duel, Marbacevin duel, 3 nəfəri Cəfər, mən, Əlabəz, Qədirov. Çox gözəl bir tamaşaydı. O zaman səs salmışdı. Unudulan adam, bir ailədə və s. bir çox belə mənim televiziya tamaşalarım var. Onlar indi də Qızıl Fonddadır. Heyf ki, efirdə göstərmirlər. Amma çox istərdik, bütün xalq istəyir ki, həmin tamaşaları bir də görsün. Həmin bütün xalq hamısı istəyir o tamaşaları efir göstərsin, baxaq. Mən xoşbəxt aktrisiyəm, bilirsiniz nə üçün? Hərdən öz-özümə çox düşünürəm. Xüsusilə bu axır vaxtlar. Deyirəm, bax, gör, neçə illərdir mən efirdə yoxam. Elə insanlar var ki, 1 il, 2 il çıxmadı, yaddan çıxır gedir. Bax, siz gördünüz insanlar necə sevərək insana yaxınlaşır, sənə hörmətlə. O sevgini, üzr istəyirəm, qazanmışsınız.
min bir əziyyətlə qazanmısınız. Öz mədəniyyətinizlə, insanlığınızla, sənətkar kimi insanların yaddaşında qalmısınız. Bax, bunlar çox önəmli bir faktorlardır. İnsanlar var ki, xalqın sevgisini qazana bilmir. Dediyiniz kimi, 1 il, 2 il çıxır efirdən uzaqlaşan kimi insanlar onu unudur. Amma siz o sənətkarlardansınız ki, neçə il efirə çıxmamağınızdan asılı olmayaraq yenə də insanların yaddaşında qalacaqsınız. Mən bax buna görə özümü çox xoşbəxt sayıram. Mən məni sevənlərin hamısını və hətta sevməyənləri belə alqışlayıram. Öpürəm, bağrıma basıram. Yaxşı ki siz varsınız. Bizim xalqımız sənətkara dəyər verən xalqdır. Mən o xalqımın qucaqlayıram, bərk-bərk, bağrıma basıram, hamısına sevirəm, hamısını ürəkdən, necə deyim, sevgilərimi göndərirəm. Sağ olun, var olun ki, neçə illər mən efirlərdə yoxam, film tamaşalarda, seriallarda yoxam, yenə də sizin yaddaşınızdayam, yenə də məni sevirsiniz, yenə də mənə dəyər, qiymət verirsiniz. Bundan gözəl, bundan böyük xoşbəxtlik yoxdur. Nübar xanım, qızınız Fatimə haqqında istərdim ki, fikirlərinizi bildirəsiniz. Fatimə, mənim bir qızım var, Fatimə. Cəmi bütün insanlara elə bir gözəl ruhda olan, elə bir gözəl qəlbdə, mədəniyyətdə, tərbiyədə, ağılda olan bir övlad nəsib eləsin. Mən onu bağrıma basıram. Çox gözəl bir övladdır. Mənim övladım olduğuna görə deyir. Həqiqətən gözəl övladdır. Sizin də oğlunuzu gördüm. Çox qəşəng, yaxşı övladdır. O balaca balalar da hamısı. Bütün övladlar, qoy Allah Tanrım xoşbəxt eləsin. Mən Leyli Həsənli, odlu alovlu çıxışlarımla Star Magazində izləmədə qalın. Çox dedilər, ona bel bağlamasan. Çox dedilər, ürəyini dağlamasan. Mən gec başa düşdüm, dağdan daşa düşdüm. Axırda ağıllandım, bərkdən başa düşdüm. Hər vaxtınız xeyir olsun Star Magazin izləyicilərimiz. Bugün mənim yanımda dəyərli həmkarım, son zamanlar adı qalmaqallarda hallanan Leyli Həsənlidir. Xoş gördük Leyli. Salam Rəvan bəy, Star Magazin izləyiciləri, hər birinizi salamlayıram. Necəsiz Rəvan bəy? Çox sağ ol Leyli, sən necəsən? Yaman bu adın qalmaqal hallanır. Bir türlü çıxa bilmirəm də bu qalmaqallardan mən. Yəqin çox sevilirəm, ona görə götürə bilməyənlər var bəziləri. Elə bir xəbər yoxdur, mən tamamilə... Oğlan evində toydu, qız evin xəbəri yoxdur. Oğlan evində toydu, qız evin xəbəri yoxdur. Mən tamamilə subayam və hələ bu yaxın zamanlarda ürəyim istədiyi birisi qarşı çıxmayana qədər ailə həyatı qurmağı düşünmürəm. Boşu-boşuna gəlin güvey olmayın. Yəni yoxdur elə bir, ürəyivə yatan biri yoxdur. Yox, hələ ki yoxdur. Dəqiq yoxdur, baxır ha sənə. Bəli, yoxdur. Elə bir insan yoxdur hələ ki həyatımda. Bəs Leylinin ürəyincə olan birisi necə birisi olmalıdır? Ürəyimcə olan birisi birinci növbədə işlərimə qarışmamalıdır. Üçüncüdəki məni sevməlidir. Bəs səni sevsəm, o dediyin o iki şeyin heç biri olmasa onda necə? Bilirsiniz ki, bugünkü zamanda sevgi heç nə əldə etmək olmur da sevməklə. Əsas olan onlar var ki, onları etməliyik. Bəs yaxşı, birisi çıxdı qarşına, dedi ki, Leyli işləmə, səni hər şeylə təmin edirəm, həm sənətinlə bağlı dəstək oluram, amma toylara getmə, tədbirlərə getmə, toylara getmə, yalnız efirlərdə ol, sənət müğənnisi ol. Bax, onda necə? Təbii ki, bu mənim ehtiyaclarımı qarşılasa getmərəm, amma siz də bilirsiniz ki, mən oxumaqdan zövq alıram, bu mənim hobbimdir. Musiqi təhsilini boşu-boşuna almamışıq ki, biz, yəni, qarşıma çıxan insan hər halda mənə güvənirsə, mənə inanırsa, belə şeyləri mənə qadağa qoymaz. Öncədən də deyirəm, əgər elə birisi varsa, elə şeyləri qadağa qoyma mənə. Ay Leyli, bəs bu şayələr nəyə görə yayılır? Deyilir ki, Leyli bu yaxınlarda ailə həyatı qurur. Bax, sən deyirsən ki, elə bir şey yoxdur. Səncə bu səni sevməyən insanlar tərəfindən bu şayələr yayılır?
Əslində ailə həyatı qurur, yəni düşüncələri onlar elə düşünürlərsə yaxşı bir şeydir, pis bir şey düşünmürlər. Amma çoxsu paxıllıqdan deyir ki, hə, Leyli sənətdən uzaqlaşır, Leyli toylara getməyəcək, sənətdən uzaqlaşır, ailə həyatı qurur. Yox, elə bir şey yoxdur, hələ sənətə təzə gəlmişəm. Böyük partlayışlar hələ davam eləyir. Leyli, ümumiyyətlə olubmu? Bax, sənətdə olduğun müddətdə getdiyin tədbirlərdə, getdiyin toylarda həmkarların sənin mikrofonunu söndürsün. Məsələn, sənin növbən çatır məsələn oxumaq üçün, amma sənə yer vermir, özü oxuyur. Bax, belə bir hallarla qarşılaşmısanmı? Oy Rəvan bəy, onu bilirsiniz ki, bu çox var, çox olur, göz önündədir. Amma bu paxıllıqlar əl çəkilmir də. Hətta paylaşımlar edirəm. Baxıram ki, videoya, yəni baxış sayları həddindən artıq çoxdur, amma əlləri gəlib ki, birdən rəy yazsalar, Leyli daha çox tanınar və bunlar geridə qalarlar. Ən çox qalmaqalın kimlərdən olub? Bax, sənət yoldaşlarından, hansı ki, bax, sənin bostanına daş atırlar tez-tez, sənə ilişirlər, sənə sataşırlar, bax, nə üstündə, bax, nəyə səndən bölüşə bilmirlər? Mən o çəkməyəcəm, amma ki, qalmaqal baş verir, çəkə bilmirlər. Bəlkə də gözəlliyimi, yəni gözləri götürmür də. Özünüz də görürsünüz ki, necə sənət, yəni efirlərə yaraşıram. Bu sənətdə gəlməyimə, yeni gəlməyimə baxmayaraq partlayışlar ardı-ardıdır. Çəkə bilmirlər də məni, nə bilim, qalmaqalsız müğənniyəm, amma ki, məni məcbur qalmaqala salırlar ki, Leyli, aç ağzını danış da. Yaxşı, səni çəkə bilməyənlərə nə demək istəyirsən Star Magazin vasitəsilə? Demək istəyirəm ki, məndən uzaq olun. Yaxşı, indi belə soruşmaq ayıb olmasın, ağıllı olmasalar niyə edəcəksən? Ağıllı olmasalar mən yenə daha gözəl işlər görüb onları geridə qoyacağam. Və bu yaxınlarda bir xanımla Cəsarətin varsa adını açıqla. Böyük bir skandalımız yaşanmışdı. Bax, həmin xanım sənə nə istəyir? Mən oxuduğum vaxtda yəni səhnənim efiri tərk edib getmişdi. Bilmirəm o xanım məndən nə istəyir. Siz də özünüz görürsünüz ki, mən böyüklük göstərdim. Mən öz tərbiyəmi göstərib o ifa elədiyi zaman, yəni ortadan çıxmadım, efirdən çıxmadım, dinlədim axıra qədər. Yəqin ki, bir səhvdir də eləyib, bağışlayaram, problem yoxdur. Bəs son belə deyim də Star Magazin izləyicilərinə son söz kimi nə demək istəyirsən? Kimilərlə duetlər gözlənilir yaxın günlərdə? Bəylərdən təbii ki, gedir söhbət. Bəli, yaxın günlərdə duetim olacaq. Gözəl bir duetlər, gözəl bir mahnılar. Star Magazin izləyicilərinə demək istəyirəm, əziz izləyicilərim, məni izləməyə davam edin. Necə ki, sevginiz sonsuzdur mənə, mənim də sizə sevgim sonsuzdur. Hər şey üçün təşəkkür edirəm. Bəsdir özünü batırma günaha, ağılsız deyiləm, ağılsız deyiləm, ağılsız deyiləm. Get yolun açıqdır sənin daha ağılsız deyiləm, ağılsız deyiləm. Bəsdir özünü batırma günaha, ağılsız deyiləm, ağılsız deyiləm. Get yolun açıqdır sənin daha ağılsız deyiləm, ağılsız deyiləm. Bəsdir özünü batırma günaha, ağılsız deyiləm, ağılsız deyiləm, ağılsız deyiləm. Əziz anam Azərbaycan.
Mən İlqar Bayramlı, ilk dəfə Star maqazində. Sən eşqin zəfəri Azərbaycan, çağlayan Kür Xəzəri Azərbaycan, günəşli al səhəri Azərbaycan. Dilimine savaş Azərbaycan, Azərbaycan. Dilimine paylaş Mən də ilk öncə əziz tamaşaçılarımızı salamlamaq istəyərdim. Mən 2020-ci illərdə muğama gəlmişəm. İlk müəlliməm Aytən Məhərrəmova olub 3 il. Sonra artıq indi isə ustadım Respublikamızın xalq artisti Gülyaz Məmmədovadır. İlk əslində elə müəllim seçdiyim müəllimə də elə Gülyaz xanım olmuşdu, amma illər sonra qismət oldu. Bəli, bu yaxınlarda Qazaxda olum Səməd Vurğunun 100 illiyi münasibəti ilə və qabaqda da böyük bir Birləşmiş Britaniya səfərim var, London səfərim var. London səfərim isə bir həm tədrislə bağlı, həm də ki bir günlük solo konsert. Rayonlarımızda bəli olub, amma ölkəyə daxili xeyr. Azərbaycan ulduzu əslində biraz həyəcanlı, biraz həm də ki qorxulu idi ki liderliyi qoruyub saxlaya bilərəm. Yəni ailəm tərəfindən, valideynlərim tərəfindən, ustadım tərəfindən və hətta düşünürəm ki bu illərim artıq dekabrın 2-si mənim muğamda 5 illiyim tamam olub və fikirləşirəm bu barədə ki bir yekun konsertdə fikirləşirəm solo. Mən belə deyim, mən Rus sektorunda tədris alıram. Mən pandemiya vaxtı onlayn tədris zamanı Mənsum İbrahimovun bir səfərdəki çıxışını görmüşdüm. Ondan sevmişdim muğamı və belə. Rus dilində Müslüm Maqamayevin Azərbaycan mahnısını oxumuşam, amma orada yəni yarı Rus, yarı Azərbaycan gedir. Amma fikirləşirəm ki, Müslüm Maqamayevin, ən çox sevdiyim Müslüm Maqamayevin düzünə qalsa Rus mahnılarıdır. Fikirləşirəm ki, Mori mahnısını. Çox, yəni bu il ərzində çox səfərlər və yeniliklər edəcəm. Özümə rəqib görürəm ki, Məhəmməd Əli Vahabsoy. Bir də ki, Etibarcan belə. Günəşli al səhərim Azərbaycan. Sən eşqin zəfəri Azərbaycan, çağlayan Kür Xəzəri Azərbaycan, günəşli al səhərim Azərbaycan. Dilimine savaş Azərbaycan, Azərbaycan. Dilimine
Salam, hər vaxtınız xeyir olsun dəyərli Star Magazin izləyiciləri. Bugün biz Qubadayıq. Azərbaycan Ulduzu 6 bala musiqi yarışmasının qalibi olan Məryəm Allahverdiyevanın ailəsinin qonağıyıq və yanımda Məryəm qızımız var. Xoş gördük səni Məryəm, necəsən? Yaxşıyam, siz necəsiz? Səni gördük, necə olduq? Əlbəttə ki, yaxşı olduq. Ha Məryəm, qaliblik hissi necə bir hissdir? Belə çox heyecanlı bir hissdir. Yəni özümü tuta bilmirdim. Otlamaq saat istəyirdim ki, sevincimdən özümlə tutuldum. Hətta mən bildiyimə görə evə gedəndən sonra Məryəm hönkür-hönkür ağlayıb sevincindən. Ümumiyyətlə yarışmaya qatılanda düşünürdünmü ki, qalib olarsan? Çox yox, amma düşünürdüm. Deyir çox yox, amma düşünürdüm ki, qalib ola bilərəm. Bəs Məryəm, əgər qalib sən olmasaydın, kimin qalib olmasını istəyərdin? Baharın. Baharın. Bəs indi həyat elə gətirdi ki, Azərbaycan Ulduzu layihəsinə dəyərli izləyicilərimiz bir ilk oldu. Səslər heç-heçə olduğu üçün Yusif Şamilov da qalib hesab olunur və Məryəm Allahverdiyeva, siz ikiniz qalib sayılırsınız. Buna razısanmı ümumiyyətlə Yusiflə bu qaliblik hissini bölməyə? Bölüşməyə. Buradan səni izləyənlərə nə demək istəyirsən? Bax, bundan sonra Məryəm Allahverdiyevadan hansı yeniliklər gözləsinlər? Daha yeniliklər var, mahnılarım çıxacaq. Duetlərin olacaq. Duetlərim olacaq. İzləsinlər və gələn yarışmalarda səs versinlər. Və qalibiyyət mükafatını da Qubaya gətirib özü ilə. Bax, bu elə sənin əlində gözəl yaraşır. Sənə çox yaraşır bu qalibiyyət kuboku. Təbrik edirik səni, uğurların bol olsun. Alqışlayaq Məryəm balamızı. Və dəyərli izləyicilərimiz, bugün biz burada tək deyilik. Bizim çox hörmətli qonaqlarımız əyləşib burada. Azərbaycan Respublikasının xalq artistləri, dəyərli sənətkarlarımız, prezident təqaüdçüsü, dəyərli aktrisamız Həmidə xanım Ömərova bizimlədir. Dəyərli sənətkarımız, prezident təqaüdçüsü, xalq artistimiz Nübar Novruzova bizimlədir. Dəyərli dostum, həmkarım, teleaparıcı Nahid Əhmədov bizimlədir. Bizim Məryəmimizin gözəl anası, həm müğənni, həm dəyərli dostum, həmkarım Leyla Həsənli buradadır. Dəyərli sənətkarımız, pedaqoq Asif İsaoğlu bizimlədir. Azərbaycan Ulduzu 6 musiqi yarışmasının finalisti, üçüncüsü Fatimə Nur bizimlədir və başda bizim dəyərlimiz, məclisimizin ağbirçəyi Məryəmin nənəsi əyləşib. Elə anası da sayılır. Çünki anası qədər onu çox istəyir. Deyir o, bəzən dil kaşar, düz deyər. Çünki anası kimi ona qayğı göstərir Məryəmimizə. Və mən istəyərdim ki, bizim dəyərli sənətkarımız Həmidə xanım Ömərovaya söz verək. Həmidə xanım fikirlərini bildirsin. Görək Həmidə xanım Məryəmin qalib olması ilə bağlı fikirləri nə yerdədir və razıdırmı onun qalib olmasına? Deyir, insan yolda tanınır. Biz bura yol gəldik. Çox uzun değildi, 2-3 saat idi. Amma Revansenlik üçün 6 saat çəkdi. Yolda qaldılar, yağışlı havada bir çətinliklər oldu. Amma məhz bu çətinliklərdə, bu yolda insanı tanıyırsan. Mən Məryəmin anası ilə, nənəsi İradə xanımla bir yerdə gəldim. Leyli ilə gəldik və həqiqətən də çox böyük mənəvi zövq aldım. Yolun yarısına çatmışıq, təsəvvürün saat yarım yol gəlirik. Birdən nəsə anası dedi ki, Leyli dedi ki, uşaqlar nə bilim, dedim hansı uşaqlar? Dönüb baxıb görəm arkada 2 uşaq oturub. O dedim, Məryəm sən də buradasan. O uşaqları elə təvazökar, elə sadə böyüdüblər ki, mən nə arzulayırdım? Bu sənin ilk böyük qələbəndir. Sən həqiqətən də birinci yerə layiqsən, Məryəm. Amma bax bu sadəliyini, bu təvazökarlığını həmişə qorumaq arzulayıram. Çünki hər sənətkar, hər sənət yolunu seçən, istedadlı adam bu səmimiyyəti, bu cür sadə qalmağı qoruyub saxlaya bilmir. Leyla Bədirbəyli rəhmətlik bizim məşhur bir aktrisamız vardı. Kino və teatr aktrisamız. Bəli, Allah ölənlərə rəhmət eləsin. O həmişə deyərdi ki, ağac nə qədər bar versə, o da indi atalar sözlərimizi deyirdi ya. O qədər də başını aşağı dikər. Mən o xüsusiyyəti səndə gördüm. Arzu edirəm ki, sən nə qədər bundan sonraki ucalacaqsan ha. Həmin xüsusiyyəti qoruyub saxlayasan. O əlindəki mükafatı da belə bərk-bərk qucaqlamısan. Bu sənin ilk qələbə sevincindir, ilk qələbə mükafatındır.
bundan da böyük mükafatların olsun. Sağ ol, sağ ol. Təşəkkür edirəm dəyərli sənətkarımız Həmidə xanım. Bax Məryəm, sənin üçün böyük bir uğurdur sənin haqqında bu cür sənətkarın fikir bildirməsi. Bax bu çəkilən bütün bu sujetlər arxiv olaraq sənin yaddaşında qalacaq. Həm YouTube-da qalacaq, həm sənin beynində qalacaq. Nə vaxtsa Həmidə xanım dediyi kimi bilmək olmaz, bəlkə gələcəkdə sən də gələcəyin bir sənətkar olacaqsan və bu arxivi açıb baxanda deyəcəksən Azərbaycanın əvəz olunmaz sənətkarları mənim haqqımda fikir bildirib. Bax ən böyük həyatda uğurun bu sənətkarların sənə olan fikirləridir. Və bizim dəyərli sənətkarımız Nazlı, Qəmzəli, mən onu çox sevirəm. Hər zaman gözəl görünən Nübar Novruzova bizimlədir. Alqışlıq Nübar xanımı. Əziz yoldaşlar, gözəl Leylim, gözəl sənin maman, gözəl bu qızımız Rəvan bəy, Nahid bəy, Həmidə xanım və qardaşım və o xanım, hamımızı təşəkkür edirəm ki, bu boyda uzaq bir yolu gəlmişik, bu balaca, gözəl qızımızın qələbəsini qeyd eləməyə. Mən doğrudan bu yağışdan qorxdum, çünki avariya düşmüşdüm, qorxdum. Amma gəlişimdən deyirəm, nə yaxşı ki gəldim. Sağ ol Rəvan bəy, sağ ol Həmidə xanım, sağ ol Leyli. Nə yaxşı ki, sağ ol Nahid, nə yaxşı ki məni dəvət elədiniz. Mən bugün sizinlə buradayam. Mən çox sevindim və çox mutluyam. Ömrümə gözəl bir hərflərlə yazılacaq. Sizə təşəkkür edirəm. Bütün balalar qoy uğur qazansın. Həmişə bizim bu qızımız da bu uğurun üstündə dayanmasın. Bundan da yüksəklərə addımlar atsın, irəliləsin. Sağ olun, var olun. Minnətdaram sizə. Amma baxın, görün necə bir övladdır, necə sizə böyük hörmətim var. Həmidə xanım bayaq gözəl dedi. Dedi, insanı yolda tanıyarlar. Həqiqətən elədi. Mən dedim ki, o xanım qızdır, mən ona yol gedə bilmərəm, sizlə gedərəm. Mən sizdən sonra yaxından tanış olanda, ailəlikcən dedim, yox, elə mən sizlə gedirəm. İnsanı yolda doğrudan da atılar sözü gözəl sözdür, yolda tanıyırlar. Düzdür, elə sizlər də, Həmidə xanımla yol yoldaşı olmuşam, bilirəm. Sizlərlə də həmçini hamımıza yaxşı günlər arzulayıram. Həmişə belə yaxşı günlərdə olaq. Balalarımızın uğurları olsun. Sağ olun. Mənim yanımda dəyərli həmkarım, Azərbaycan Ulduzu layihəsində gözləmə otağının aparıcısı, 6 həftə boyunca Məryəmlə ən çox ünsiyyətdə olan Nahid Əhmədov idi. Xoş gördük Nahid, sən necəsən? Salam, hər vaxtınız xeyir olsun Rəvan bəy. Star Magazin izləyicilərini və dəyərli qonaqlarımızı hər birini salamlayıram. Bəli, biz bugün Azərbaycan Ulduzu 6 bala musiqi yarışmasının qaliblərindən biri olan Məryəm balamızın ailəsinin qonağıyıq. Səmimi qarşılamalarına görə, bizə dəy verdikləri dəyərə görə hər birinə təşəkkür edirəm. Qızım, sənə uğurlar arzu edirəm gələcək həyatında, sənət həyatında. İnşallah ki, gözəl yerlərə gələcəksən. Sənin valideynlərinə, başda anana və nənənə təşəkkürlərimi bildirirəm ki, sənin kimi övladının arxasındadırlar, sənə dayaqdılar və sənə dəstək olurlar. Təşəkkürlər. Təşəkkür edirəm Nahid, var olasan və istəyərdim ki, bizim bu günlərin bura yığan, hər birimizi bir araya yığan Məryəmimizin anası, dəyərli həmkarım, müğənni, ifaçı Leyli Həsənliyə söz verək. Xoş gördük Leyli. Xoş gördük. Mən də hər birinizi salamlayıram. Həmidə xanım, Nübar xanım, çox sağ olun gəldiyiniz üçün. Mənim üçün çox dəyərlisiniz. Rəvan bəy, Nahid bəy, minnətdaram. Asif bəy, sizə də, Fatimə xanım, sizə də təşəkkür edirəm. Yağışlı havada məni qırmadınız, gəldiniz. Çünki bu mənim üçün, mən elə bilirəm ki, özüm qalib olmuşam da. Bu qalibiyyəti yaşamaq çox gözəl bir hissdir. Allah hər kəsin balasına bu gözəl qalibiyyəti yaşamağı qismət eləsin. Ana üçün böyük bir uğurdur övladlarının xeyrini görmək. Mən təşəkkür edirəm, minnətdaram. Çox sağ olun ki, yaxşı ki sizləri tanımışam. Bu gözəl insanların ətrafındayam. Bu mənim üçün özü bir böyük uğurdur. Çox təşəkkür edirəm, minnətdaram bir daha. Sağ olun. Təşəkkür edirəm Leyli, var olasan və yəqin ki Leylinin gözlərinin parıltısını hər birimiz gördük.
Çünki övladı haqqında danışanda fəxr hissi ilə danışır və sən danışarkən mən anana da diqqət elədim. Gözləri doldu, həqiqətən o da səninlə fəxr edir və onun da əziyyəti böyüdü. Mən bəli görürəm ki, hər zaman sənin yanındadır. Bütün efirlərdə, bütün tədbirlərdə səni tək qoymur. Allah ona can sağlığı versin. Və istərdim ki, sözü verək pedaqoq, dəyərli sənətkarımız, İlərin sənətkarı Asif İsaoğluya. Çox sağ olun Rəvan bəy. Mən də hamını salamlayıram. Çox şad oldum bugün yenə də. Biz bir yerdəyik. Mənim əziz müəlliməm Həmidə xanım, Mübar xanım. Xoş oldu Fatimə xanım. Xoş oldu hər birinizi görməyimə. Xoş oldu ki, və sənə bir daha mən təşəkkür edirəm ki, Rəvan bəy, bu Number One Production-a ümumilikdə bu gözəl layihəni təşkil eləmişsən. Mən də elə məni efirlərə qaytaran da sizin production olub. Ona görə də elə o dedim bir dəfə ki, qoşalaşır Nahidlə, qoşa qanad olun, davam eləyin. İnşallah uğurlu olsun. Elə Leyli xanım da tanıdığıma sizin production vasitəsilə çox şad oldum. Uğurlar arzulayıram Məryəm qızımıza və hər dəfə Məryəm qızımızı oxuyanda Leyli hiss edirəm ki, onun əvəzini elə bil özü oxuyur. Bax, belə yerdə həmişə diqqət edirəm. Çox diqqətlə yanaşır. Məryəm qızım, sənə uğurlar arzulayıram və uğurların bol olacaq. Mən elə əvvəldən demişdim ki, mütləq Məryəm qalib olacaq. Leyli xanım da dedi ki, görək də. Amma görək də doğrudan da həyata keçdi və İradə xanıma da təşəkkür edirəm. Həmişə də o da öz dəstəyini göstərir. Bir daha uğurların bol olsun. Həmişə uğurlarında bol olacaq inşallah. Təşəkkür edirəm sizə də bir daha. Çox sağ olun. Təşəkkür edirəm. Asif müəllim var olasınız və istərdim ki, sözü verək Azərbaycan Ulduzu 6 musiqi yarışmasının finalisti Fatimə Nura. İlk öncə hər kəsi salamlayıram. Dəyərli həmkarım, gözəl xanım, gözəl ana. Mən ilk öncə sizi təbrik eləyirəm. Sonra Məryəm qızımızı təbrik eləyirəm. Uğurların hər zaman bol olsun. Bundan böyük zirvələrə qalxasan. Sizin ananıza Allah can sağlığı versin. Sizin timsalınızda Allah heç bir ananın əziyyətini, yəni övladı yerə vurmasın. Bol-bol şans və bol-bol uğur. Bu qədər. Mən İradə Məryəmin nənəsiyəm. Allah Məryəmə can sağlığı, uzun ömür versin, bol-bol şansları olsun. Siz də xoş gəlmişsiniz qonaqlarım. Məryəmin qonaqlarıdır, mənim də qonaqlarımdır. Xoş gəlmişsiniz mənim balalarım. Allah köməyiniz olsun. Mən ilk öncə hər kəsi salamlayıram. Başda Rəvan və Nahid bəy olmaqla sizə də ayrı bir salamlayıram. Bacım birinci yerə çıxdı və inşallah da gələcəkdə də həmişə birinci yerlərdə də olar. Hər kəsi salamlayıram. İlk öncə Nübar xanımı salamlayıram. Həmidə xanımı salamlayıram. Leyla xanımı salamlayıram. Asif xanımı müəllimə salamlayıram. Fatimə xanımı salamlayıram. İradə xanımı salamlayıram. Məryəmə də uğurlar arzu edirəm. Bu intizar ki məndədir. Günahı sanma səndədir. Günah səni sevəndədir. Neysə gülür mənə gedən gələn. Nə söyləyim bilir bilən. Deyirsən onsuz düzələn. Neysə deyirsən onsuz düzələn. Neysə
Münasibəti heç etmisən, xəyallarımı puç etmisən. Neysə, bu intizar ki məndədir, günahı sanma səndədir. Günah səni sevəndədir. Neysə, gülür mənə gedən gələn, nə söyləyim bilir bilən. Deyilsən onsuz düzələn. Neysə, deyilsən onsuz düzələn. Neysə, yanımda sevdiğim var, kara gözüm adama, öldürecek adama. Benim onun meleğim, olur senin kadına. Sevgi sen ol benim koyduğum başıma. Nehmedim dadına, kipriğine taşıma. Sevgi sen ol benim koyduğum başıma. Nehmedim dadına, kipriğine taşıma. Bu ne haldır yaratmışsan, ben yatıp kimi tutmuşsan. Doğum günümü unutmuşsan. Neyse, yüreğimden köç etmişsen, münasibeti hiç etmişsen. Hayallarımı puç etmişsen. Neyse, bu intizar ki mənədir, günahı sanma səndədir. Günah səni sevəndədir. Neysə, gülür mənə gedən gələn, nə söyləyim bilir bilən. Değilsen onsuz düzelen. Neyse, değilsen onsuz düzelen. Neyse. Yatıp kimi tutmuşsan, doğum günümü unutmuşsan. Neyse, yüreğimden köç etmişsen, münasibeti hiç etmişsen. Hayallarımı puç etmişsen. Neyse, intizar ki məndədir, günahı
Sanma sendedir. Günah seni sevendedir. Neyse. Gülür mənə gedən gələn. Ne söyleyeyim bilir bilen. Değilsen onsuz düzelen. Neyse. Değilsen onsuz düzelen. Neyse. Uzun yoldan benim için geldiler. Teşekkür ediyorum onlara. Sana yaptıklarını
Bax belə dəyərli izləyicilərimiz, bizə ayrılan vaxt burdaca sona çatır. Həftə ərzində şou biznesdə baş verən ən son və ən maraqlı hadisələri Star Magazindən xəbər tutacaqsınız. Sağ olun, salamat qalın. Star Magazin, ritmi hisset.